Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammeden ve ala alihi ve sahbihi ecma'in amma ba'd. Fe inne asdaqal hadisi kelamullah ve hayral hadi hadi Muhammeden sallallahu aleyhi ve sellem ve şerrel umuri muhtetatuhâ ve kulle muhtetetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. Bilindiği kimi Allah Teala Muhammed sallallahu aleyhi ve sellemi bütün peygamberlerin hamısından en əfsəl tutmuş və Muhammed sallallahu aleyhi və səlləmin sahabələrini bütün peyğəmbərlərin sahabələrindən ən əfsəl tutmuş və ümumilikdə bu ümməti bütün ümmətlərdən ən əfsəl tutmuş və bu ümmətin alimlərini də bütün ümmətlərin alimlərindən ən əfsəl tutmuşdur. Və alimlər deyildikdə Əhl-i-Sünnə vəl-Cəmaənin alimləri qəsd olunur, bidət əhlinin alimləri yox. Çünki Əhl-i-Sünnə vəl-Cəmaənin alimləri, sələfi alimlərdir. Məhz onlardır ki, bütün kitab və sünnəni Allah və Rasulunun muradına uyğun olaraq başa düşmüşlər. Çünki bu alimlər Allah və Rasulunun muradına uyğun olaraq bütün nasları başa düşməsini sələflərin fəhminə tabi olduqlarına görə, ümmətin ən birinci sahabələrinə, ən birincilərinə, sahabələrə tabi olduqlarına görə onlar bu müvəffəqiyyətə nail olmuşlar. Və ona görə də Allah Teala öz kitabında əmr edir ki, fəsəlu əhlə zikri in kuntum la ta'lamun. İki yerdə Quranda Allah Teala deyir ki, əgər bir şey bilmədikdə, onda onu alimlərdən soruşun. Və ona görə də alimlərin yolunda olmaq, alimlərdən bir səhvdə durmaq və alimlərin göstərdikləri yola tabi olmaq həqiqətən xoşbəxtliyin, səadətin əlamətlərindəndir. Və bu da birbaşa olaraq Allah Teala'nın əvvəldə zikr etdiyimiz ayəsini tətbiq eləməkdir. Və alimlərə Allah Teala Quranda bir çox yerdə alimləri tərifləyib. Və xüsusən Rabbani alimləri Allah Teala deyir ki, وَلَكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ. Əl-İmran surəsi 79-da Allah Teala deyir ki, Rabbanilərdən olun. Kitabdan öyrəndiyiniz şeylərə əsasən Rabbanilərdən olun. Və təqlid, bu alimlərin yolunda olmaq, bu alimlərin gətirdikləri sözləri götürmək ya ittibadır, ya da ki təriflənən təqliddir. Çünki təqlid özü bölünür iki yerə, məzəmmət olunan təqlid var və təriflənən təqlid var. Məzəmmət olunan təqlid, necə ki, alimlər deyirlər ki, qəbulə qavlil qeyr bi qeyri hüccə. Heç bir dəlil olmadan, heç bir dəlilsiz kiminsə sözünü götürməkdir. Və xüsusən də burada iş biraz da çətinləşir. Əgər o dəlilsiz götürülən söz səhih dəlilə müxalif olarsa, kitaba və sünnəyə və ya sahabələrin fəhminə, sözlərinə müxalif olarsa və ya Əhl-i-Sünnə vəl-Cəmaə alimlərinin kitab və sünnə naslarından xəlbirdən keçirərək, belə deyək, ortaya qoyduğu usul qaydalar ki var elmlərdə, onlara müxalif olarsa. Və lakin alimlərin sözünü götürmək ittibadır və yaxud da təriflənən təqliddir. Və məzəmmət olunan təqlid barəsində Allah Teala Quranda bir çox yerlərdə danışıb. Allah Teala deyir ki, onlara deyildikdə ki, İzə qilə ləhum ittəbiğu mə ənzələllāh, qalu bəl nəttəbiğu mə əlfeynə aleyhi əbəənə. Əvvələv kənə əbəuhum lə yəqilunə şeyən və lə yəhdədun. Əgər onlara deyildikdə ki, Allahın nazil etdiyinə tabi olun, onda onlar deyərlər ki, yox, atalarımıza nəyi tapmışıqsa, ona tabi olacaq. Və Allah təala onlara rədd edir ki, yaxşı, atalarınız əgər bilməyiblərsə, bir şey bilməyiblərsə və doğru yol üzərində olmayıblarsa, onda necə? Və bu yol, kör-körana bu təqlid, Yahudilərin, Nəsranilərin yoludur və halıdır. Hətta bu ümmətdən də bütün bidət və hava əhlinin halıdır. Çünki Yahudilər və Nəsranilər barəsində bu cür gələn bu hədələrdən
həmçinin münafiqlər barəsində gələn hədələrdən bidət əhlinin, hava əhlinin də payı var. O hədələrdən onların da payı var. Haqqa müxalif olub, onların yollarında olduqlarına, onların halları üzərində olduqlarına, onların hallarına bənzədiklərinə görə. Və ona görə də Allah Teala onlar barəsində xəbər verir və deyir ki: وَقَالُوا رَبَّنَا إِنَّ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلِ Deyəcəklər ki, ey Rəbbimiz, biz böyüklərimizə, ağalarımıza tabi olduq, itaat etdik. Onlar da bizi yoldan azdırdılar. Rabbana atihim da'fayn min al-azab və la'anhum la'nan kabira. Cəhənnəmdə yalvaracaqlar ki, ey Rəbbimiz, onlara 2 qat əzab ver və onlara böyük bir lənət elə. Əhzab surəsi 67-68. Və həmçinin Allah Teala xəbər verir ki: "Və yawma ya'uddu zalimu ala yadayhi yaqulu ya laytani ittakhadtu ma'ar-rasul sabila ya waylati laytani lam attakhid fulanan khalila laqad adallani 'ani adh-dhikri ba'da idh ja'ani və kana şeytanu lil-insani khazula." Deyəcək ki, həmin gün zalim deyəcək, 2 barmaq əllərini soxacaq. İki əlini də soxacaq ağzına və deyəcək ki, kaş ki mən Rasulundan başqa bir yol tutmayaydım. Rasulun yoluna yanaşı başqa bir yol tutmayaydım özümə. Vay olsun mənə, kaş ki mən filan kəsi özümə dost tutmayaydım. Məni zikir, haqq mənə gəldikdən sonra məni azdırdı və şeytan da insanı azdırıb yoldan çıxardıb yardımsız qoyandı. Bu ayədə bir çox ibrətlər var ki, zalim insan, haqdan uzaq düşən insan, böyük olsun, kiçik olsun, qiyamət günü peşman olacaq və deyəcək ki, kaş ki Rasulun yolunda olaydım. Rasulun yolundan azmayaydım və lakin fayda verməyəcək. Və həmçinin peşman olacaq ki, kimlərsə özünə dost tutsun qiyamət günü. Və burada rəddiyə var o kəslərə ki, insanları hava əhlindən, bidət əhlindən, şübhə əhlindən, təhlükəli fikirlər əhlindən çəkindirəndə kimlərsə deyir ki, qəbirdə bundan soruşulmayacaqsan. Qəbirdə soruşulacaqsan ki, Rəbbin kimdir, Peyğəmbərin kimdir, dinin nədir? Bəs yaxşı, insanları həmin Rəbbin, Peyğəmbərin yolundan azdıran insanlardan oturub durmaqdan çəkindirmək və həmin saf, paç din üzərində onları yönəltmək bu lazım deyil. Və görsəndiyi kimi qiyamət qəbirdə soruşulmasa da insan, birincisi o hədis dəlildir ki, insan ancaq 3-ündən soruşulacaq. Başqa hədislərdə gəlib başqa suallar da veriləcək insana. İkinci bir tərəfdən də qəbirdə soruşulmasa qiyamət günü soruşulacaq ki, kimlərdən oturdun, durdun, nə üçün oturdun, durdun və bu ayətdə açıq aydın dəlildir ki, insan da öz-özünə vay oxuyacaq qiyamət günü. Vay, ya vayləti, leytəni ləm əttəxid fulanən xalilə, ləqad adalləni ani zikri bə'də izcəəni. Peşman olacaq, lakin o peşmansılıq fayda verməyəcək. Öz-özünə vay oxuyacaq öz-özünə ki, filan kəsi özümə dost tutmayaydım. Furqan surəsi 27-29-cu ayətlər. Və ona görə də insanları daim xeyir əhlinə yönətmək, şər əhlindən çəkindirmək lazımdır. Və insanları xeyir əhlinə olan sevgi ilə böyütmək, tərbiyə eləmək və şər əhlinə də buğzla tərbiyə eləmək lazımdır. Hətta xeyir əhlini sevsinlər, onlardan bərabər olsunlar və şər əhlinə nifrət eləsinlər, onlardan çəkinsinlər. Və bugün Şeyx Salih Əl-Fovzanın İmam Bərbəhər Rahiməhullahın Şərh-i Sünnə verdiyi kitabda gözəl bir cümləsini oxudum. 2-ci cildin səhifə 194-də deyir ki: "Fəl-ləzi yuhibbu əhləs-sünnə hədə dəlilun alə ənəhu min əhlil-xeyr, və-ləzi yuhibbu əhləl-bid'ə hədə dəlilun alə ənəhu min əhliş-şərr." Sünnə əhlini sevən bu dəlildir ki, o xeyir əhlindəndir. Və kimsə şər əhlini sevər, bidət əhlini sevərsə, və bu da dəlildir ki, o şər əhlindəndir. Və əhl-i sünnəni sevmək həqiqi imanın əlamətlərindəndir. İmanda sadiqliyin əlamətlərindəndir və Allahın sevdiyi şeylərdəndir. Çünki əhl-i sünnədir, yeganə əhl-i sünnədir ki, bütün şəriətin hamısını, təvhidindən tutmuş, ən kiçik əhkamlara qədər, tualetə hansı əyaqdan girib, hansı ilə çıxıb, hansı sözlər deməyə qədər, zövcəsi ilə yaxınlıq elində hansı zikirlər deməyə qədər, təvhiddən tutmuş ora qədər məhz əhl-i sünnədir ki, Allah və Rasulun muradına uyğun olaraq məsələləri qəbul edib, şəriəti qəbul edib, əməl edib və özlərindən sonrakına çatdırırlar.
və bu yolda olan, Allahın şəriətində olan hər bir naqislikdən insanları çəkindirirlər və Allahın şəriətinə naqislik gətirən insanlardan da insanları çəkindirirlər. Və həqiqətən də hər bir zamanın özünün alimləri var ki, Allah Teala hər bir zamandan kişilər seçir ki, öz dinini qorusun onların əli ilə. Necə ki, hədisdə gəlmiş ki, hər 100 ilin başında Allah kimisə göndərir, o Allahın dinini, mən yücəddid dinə, Allahın dinini təcdid eləyir, təmizləyir. Din təmizdir. Sadəcə olaraq insanlardakı olan o, insanların yaşadıkları o dini, yaşadıkları o etiqadları təmizləyirlər. O da o demək deyil ki, hər əsrdə bir nəfər gəlir. Yox, hər əsrdə eyni zamanda bir neçə nəfər də yaşaya bilər. Və bu əsrdə də Şeyx İbn Baz, Şeyx Muqbil, Şeyx İbn Hüseymin, Şeyx Albani, Şeyx Abbad, Şeyx Rabi, Şeyx Salih Əl-Fovzan indiki zamanda sağ olanlardan. Bunlar həmin o kəslərdəndir, o Rabbani alimlərdəndir. Bu kimi sünni əhlini sevmək həqiqi imandandır. Allah üçün olan sevgidir. Və bunu yadda saxlamaq lazımdır ki, Allah üçün olan sevgi Allahın özü üçün, yalnız Allahdır ki, Allahın özü üçün sevilir, Allahın zatı üçün sevilir. Allahdan başqa bütün hər bir şey isə sevilən şeylərin içərisində Allah üçün sevilir. Allahdan başqa, hətta Rasulullah s.ə.v-in sevgisi, Rasulullah s.ə.v-in özü üçün olan müstəqil sevgi deyil. Rasulullah s.ə.v də Allah üçün sevilir. Və ona görə də alimlər də Allah üçün sevilir. Necə ki, sahabələr Allah üçün sevilirlər. Sahabələr bu ümmətindən birinci alimləridir. Və sonra Rasulullah s.ə.v xəbər verdiyi yerdə qalan 2 fəzilətli əsr. Xeyrul qarni, qarniyə thumməllədinə yəlunəhum, thumməllədinə yəlunəhum. Onlar da Allah üçün sevilirlər. Və bu tohiddə naqislik yox, bu bəyənilməyən bir şey yox, bu əslində tələb olunan bir şeydir. Şəriəti fəhm edən insan buna başa düşür. Və həmçinin də sonraki gələn zamanlarda da Allahın seçib yer üzünə göndərib sabit saxladığı Rabbani alimlər. Onlar da hər bir əsrdə gələcəklər qiyamət saatına qədər. Və bu kimi insanları sevmək şəriətin tələb etdikləri şeylərdəndir. Və bu kimi insanları sevməmək şərrin və insanın şər əhli olmasının, hava əhli olmasının və bidət əhli olmasının, azğın fikirlər və mənhəc əhli olmasının əlamətlərindəndir. Və bu kimi insanlardan insanları imtihan eləmək də buradan doğan bir əməldir. Onlara sevgidən, onlara nifrətdən sən insanları imtihan eləyə bilirsən. Və əslində də şəxslərdən imtihan eləmək məşrudur, şəriyyətimizdəndir. Allah Teala Rasulullah s.ə.və nə deyir? Ya əyyuhəl-ləzīnə əmənu İzə cəəkumul mu'minatu muhaciratin fəmtəhinuhun əl-əyə. Ey iman gətirənlər, mömin qadınlar hicrət eləyərək sizin yanınıza gəldikdə onları imtihan eləyin. Fəmtəhinuhunna. İmtihan sözü keçdi. Və həmçinin Rasulullah s.ə.v cariyəni imtihan eləmişdi. Allahın uzadı olması ilə, Allahın tohidi ilə və özünə olan imanla Peyğəmbər s.ə.v cariyəni imtihan elədi. Və axırda dedi ki, o mömindir, onu bıraq. Və həmçinin sələflər də insanları müəyyən şəxsləri imtihan eləyərdilər. O şəxslər ki, tanımırlar, bilmirlər kimdir və yaxud da tanıyırdılar, lakin fitnələr düşəndən sonra onların halları onlara qaranlıq qalanda, sələfləri qaranlıq qalanda, fitnələrdən sonra, çünki fitnələr gələndə çox insan tərpənir, çox insan zəlzələ olur insanlarda. Fitnələr dağıdır. Hər adam sabit qala bilmir fitnələrdə. Necə Şeyx Salih Əl-Fovzan deyir, imtihanların gəlməsidir ləbuddur. Və bu imtihanların kimlərisə qurban aparması da bu imtihanlara kimlərisə qurban getməsi də labuddur. Və bunlar da ancaq hava əhlidir. Və ona görə ola bilsin sən neçə vaxt bundan öncə sabit tanıdığın bir insan hansısa bir fitnə ilə geçsin. O fitnə də müxtəlif cürdür. Ola bilsin insanın dinində fitnə olsun, insan azsın. Ola bilsin insan pis dostlar da mübtəla olsun. İmtihana çəkilsin, insan azsın. Ola bilsin insan şəhvətlə geçsin. Əvvəl danışıqlarımız şübhə idi, ikincisi də şəhvətdir. İmtihanların məsələləri 2 şeydir. Ya insan şəhvətlə ya da şübhə ilə gedir. Allah təala hamımızı sabit eləsin haqq üzərində. Və ona görə də
İbn Sirin və başqa sələflərdən olan böyük imamlar deyərdilər ki, bu elm sizin dininizdir. Baxın, dininizi kimdən götürürsünüz? Və necə ki, Muhammed ibn Sirin rahiməhullah deyirdi ki, isnad barəsində soruşulmurdu. Lakin fələmmə vaqa'atil fitnə, lakin fitnə düşəndə dedilər ki, səmmu lənə ricələkum. O, hədis danışdığınız o ricəlləri bizə bir-bir adlarını deyin. Və baxardılar, əhl-i sünnədəndirsə, hədisləri götürərdi. Əhl-i bidəhdənsə, lə fələ yuxadu hədiyətəhum, hədisləri götürülməzdi. Çünki elm dindir. Və ona görə də bu imtihanın özü əslində əl-vələ vəl-bəradan götürülür. Əhl-i sünnənin usul qaydalarından olan asl-ı vələ vəl-bəra, əl-vələ vəl-bəra, dostluq və düşmənçilik əsli. Çünki dostluq və düşmənçilik məhəbbət və qəzəbdəndir. Və ona görə də peyğəmbərlərə və rəsullara düşmənçilik eləyənlər Allah Teala kitabında düşmən adlandırıb. Allahın aduvun lillah adlandırıb. Çünki peyğəmbərə düşmənçilik eləyənlər peyğəmbərin insanlara gətirdiyi hidayətə düşmənçilik eləyir. Və onların peyğəmbərlərin insanları zülmətlərdən nura çıxartmasını düşmənçilik eləyir. Və kim də peyğəmbərlərə düşmənçilik eləyirdisə, artıq Allaha düşmənçilik eləmiş sayılırdı. Və həmçində Allahın mələklərinə, kim mələklərə düşmənçilik eləyirsə, Allaha düşmənçilik eləmiş sayılırdı. Allahın sevdiklərinə düşmənçilik eləmək Allaha düşmənçilikdir. Allah təala deyir ki: "Qul men kana aduwan li Cibril fa innahu nazzalaha ala qalbika bi iznillah musaddiqan lima bayna yadayhi wa hudan wa bushra lil mu'minin." Men kana aduwan lillahi wa malaikatihi wa rusulihi wa Cibril wa Mikal fa innallaha aduwwun lil kafirin. Allah təala xəbər verir ki, Cəbrailə, Mikailə, mələklərə, rəsullara, Cəbrailə, Mikailə düşmən olan Allah da onların düşmənidir. Allah da onların düşmənidir. İmtihandır. Yahudiləri Allah təala imtihan eləyirdi bu mələklərlə və həmçinin peyğəmbərlərlə. Və Allah təala xəbər verir ki, peyğəmbərlərlə dostluq eləmək və peyğəmbərlərin dostları ilə, peyğəmbərlərin tabiçiləri ilə dostluq eləmək Allaha olan dostluqdandır. Allah təala deyir ki: "İnnəmə valiyyukumullahu və rasuluhu vəllezina amanu." Sizin dostunuz Allahdır, onun rəsuludur və iman gətirənlərdir. Allah təala imtahan eləyir. "Ellezina yuqimuna salata və yu'tuna zakata və hum raki'un." Və ayətlərin sonuna qədər. Və sonra Allah Teala 2 ayətdən sonra Allah Teala Maidə surəsində də bu 55-57-ci ayətlərdə "Ya eyyuhellezine amanu la tattakhidhullezina ittakhadhu dinakum huzuwan və la'iban minellezina utul kitaba min qablikum vel kuffara awliya'a wattaqullaha in kuntum mu'minin." Ey iman gətirənlər! Dininizi oyun-oyuncağa çevirənlərlə, lağlağıya çevirənlərlə və sizdən əvvəlki kitab verilənlərlə və kafirlərlə onları özünüzə dost tutmayın. Sayda Allah Teala hamısını bir-bir. Allahdan qorxun əgər möminsinizsə. Və həmçinin də bu imtihandan Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri sevmək mövzusunu imtihan yer etmişdir. Ayətul iman hubbul ansar və ayətul nifaq buğdul ansar. Və həmçinin başqa ayədə deyir ki: "Əl-ansar la yuhibbuhum illə mu'min və la yubghiduhum illə munafiq. Fəmən ahabbahum ahabbahullah və mən abghadahum abghadahullah." Ənsarları sevən mömindir. Ənsarlara buğz eləyən münafiqdir. Kim onlara sevərsə, Allah da onları sevər. Kim onlara buğz eləyərsə, Allah da onlara buğz eləyər. Və ona görə də sələflər öz uşaqlarına təvhidi öyrətdikləri kimi sahabələri sevməyi və xüsusən də Əbu Bakr və Öməri sevməyi öyrədərdilər. Rafizlik fitnəsi ortaya çıxdıqdan sonra. Çünki Rafizlər Əbu Bakr və Ömər kimi sahabələrdən imtihan olunurlar. Həmçinin xavariclər. Əli ilə imtihan eləyirsən. Olunurlar daha doğrusu. Həmçinin Muaviyyə ilə Abdullah bin Mübarək radiyallahu anh deyir ki, Muaviyyə indənə fitnə, Muaviyyə indənə mihnə. Fəmən rəeynəhu yandur ilə Muaviyyə şəzran
ittehemnahu alel qavm a'ni ala ashab Muhammed. Deyir Abdullah ibn Mübarək deyir ki, Muaviyə bizə görə mihnədir, imtahan yeridir. Kim əgər Muaviyə barəsində artıq əsik danışardısa, artıq onun deyir Peyğəmbər sallallahu əleyhi sahabelər barəsində pis danışmaqda ittiham eləyərdik. Bir dənə Muaviyə ilə. Və İmam Tahavi rahimehullah deyir ki: "Və nuhibbu ashab Rasulillah və la nufarritu fi hubb ahadin minhum." Peyğəmbər sallallahu sahabələrini sevirik. Və onlardan heç birinin haqqında, heç birinin sevgisində təfritə varmırıq. Və yaxud da ifrata varmırıq. Və la nətəbərra min əhəd minhum. Və onlardan heç bir kəsdən rafizlər kimi uzaq düşmürük onların sevgisindən. Və onlardan heç birində buğz eləmirik. Və bi qeyri xeyri yadkuruhum. Və onları xeyir olmayan şeydən yada salmırıq. Onları yalnız xeyirdən yada salırıq. Və hubbuhum dinun və imanun və ihsanun. Və onları sevmək dindir, imandır və ihsandır. Onlara buğduhum kufrun və nifaqun və tuğyanun. Onlara buğz eləmək küfrdür, nifaqdır və tuğyandır. Həmçinin İmam Tahavi rahimehullah deyir ki, və uləma'us sələf minəs-sabiqinə və mən ba'dahum minət-tabi'in əhlül xeyr vəl-əthər və əhlül fiqh vəl-nəzər la yuzkaruna illə bil-cəmil və mən zəkərəhum bisu'in fəhvə alə qeyris-səbil. Həmçinin əvvəlki sələflərin alimləri, sonra gələn tabiinlər, xeyr əhli, əsər əhli, fiqh və əhli və nazar əhli, yəni fiqh əhli məsələlərə baxanlar, bunları deyir, la yuzkaruna illə bil-cəmil. Bunlar yalnız ən gözəl şeylərdən zikr olunanlar. Kim onları pis bir şeylərdən zikr eləyərsə, fəhvə alə qeyris-səbil, o doğru yol üzərində deyil. İndi baxaq, fitnə düşüb, Hələbi fitnəsi, neynirlər? Özlərini idarə edə bilmirlər. Hələbi kimi dəli olublar, necə Şeyx Rasilən deyir. Hələbiyə rəddiyə verənlərə nə edirlər? Bütün dostluq və düşmənçilikləri özləri ittiham eləyirlər, lakin dostluq və düşmənçiliklər hamısı Hələbinin üzərində qurulub, bidətçinin üzərində qurulub. Və Hələbiyə rədd edən sünnə imamlarına, sünnə əhlinə, sünnə alimlərinə, İmam Tahavinin dediyinə müxalif olaraq gözəl şeylərlə yox, onları su ilə, pis-pis şeylərlə zikr eləyirlər. Qulatut təcrih, cərrah və s. və ilaxır. Adil olsun, Əbu Zeyd olsun, Ağali olsun və digərlər olsun. Ağızlarının zəhərlərini tökürlər. Və ona görə də bilginən ki, fəhum alə qeyris-səbil. Onlar doğru üzərində deyirlər. Çünki əsrin alimlərindən dil uzadırlar. Ne üçün? Özlərinin müdafiə etdikləri insanları müdafiə eləmək üçün, onları qorumaq üçün, onları himayə eləmək üçün. Bundan Allaha sığınırıq. İmam Əhməd rahiməhullah eşitdi ki, İbn Əbi Quteylə Məkkədə hədis əhli barəsində dedi ki, pis sözlərlə onları, hədis əhlini pis sözlərlə zikr elədi. Qovm su dedi, səv dedi. Pis qövmdülər dedi hədis əhlinə. İmam Əhməd qalxdı dedi ki, zindiqun, zindiqun, zindiqun. Və dəxələl beyt. Dedi, girdi evinə. Və həmçin Əhməd ibn Sinan Əl-Qattan rahiməhullah sələflərin imamlarından olan deyir ki, leysə fid-dunya mubtadi'un illə və huvə yubğid əhləl hədith və edə ibtədəə racul nuzi'a hələvətul hədith min qalbih. Dünyada elə bir bidətçi yoxdur ki, o hədis əhlinə nifrət eləməsin. Dünyada elə bir bidətçi yoxdur ki, o hədis əhlinə nifrət eləməsin. Və insan bir bidət ortaya qoyduqda, onun qəlbindən hədisi olan şirinlik çıxır. Hədisi olan şirinlik çıxır, hədis əhlinə olan nifrət qoyulur onun yerinə. Və həmçinin Alləm Abdüllatif İbn Şeyx Abdurrahman ibn Həsən ibn Şeyx Muhammed Şeyxülislam Muhammed Abdülvahab Muhammed Abdülvahabın nəvələrindən deyir ki, Şeyx Abdüllatif ibn Abdurrahman ibn Həsən ibn Muhammed ibn Abdülvahab Əhlüs-sünnə vəl-hədith fi kulli məkan və zaman hum mihnətu əhlil ard yəmtəzu əhlüs-sünnəti biməhəbbətihim və thənai aleyhim və yu'rafu əhlül bidə'i بعيبهم
وشنايتهم وما أحسن ما قيل في إمام السنة شعرا. Deyir ki, əhl-i sünnə vəl hədis, sünnə və hədis əhli hər bir məkanda, hər bir zamanda yer əhli üçün imtihan mənbəyidir. Sünnə əhli, hədis əhli. İmtihan yeridir. Şeyh Abdüllatif getirir bunu. Şeyh Abdüllatif deyir. Və deyir ki, sünnə əhli onları sevməklə, onları tərifləməklə tanınır, seçilir və bidət əhli də onları ayıblamaqla, onlar barəsində pis sözlər deməklə tanınırlar. Ona görə də deyir, sünnə imamı olan Əhməd barəsində şeirdən nə gözəl deyilmişdir ki, Adhəbunu həmbəlin mihnətən mə'mumə və bihubbi Əhmədə yu'raful mütənəssiku və izə rəeytə li Əhmədə mütənəqqisan fə'ələm bi ənnə sətərəvhu sətəhtəkku suturuhu sətəhtəkku. İbn Həmbəl, yəni İmam Əhməd, mihnə imtihandır. İmtihan olaraq deyir, çıraq saçır. Və Əhmədi sevməklə ibadət əhli, Allahın əhli seçilirlər, tanınırlar. Və bir insanı görsən ki, Əhmədi aşağı tutur, bil ki, onun sitarı, onun gizləndiyi, o pərdələrin arxasına gizlənməsi bir vaxt yırtılacaqdır. Və bütün bunların hamısı göstərir ki, bidətçilərin, zındıqların, ilhəd əhlinin hamısının əlamətlərindəndir ki, Peyğəmbər s.ə.v səhabələrinə dil uzatmaq, çünki onlar dini daşıyanlardır və həmsinin də onların tələbələri olan tabinlərə dil uzatmaq, hədis əhlindən, sünnə əhlindən olan və bu da dində bidətçiliyin və zındıqların əlamətlərindəndir, hədis əhlinə tən eləmək, onlara buğz eləmək. Çünki onlar nə üçün nifrət olunurlar? Onların əqidələrinə və mənhəzlərinə görə onlar nifrət olunurlar. Niyə görə Şeyx Rabiyə nifrət olunur? Və ya Şeyx Muhammed ibn Hadi, və ya Şeyx Ubeyd, və ya Şeyx Abdullah el-Buxari, ondan qabaq Şeyx İbn Baz, Şeyx İbn Hüseymin, Şeyx Əlbani, Şeyx Muhammed Əmən Əl-Cami, Şeyx Əhməd Ən-Nəcmi, rahiməhumullah. Nə üçün bunlara buğz olunurdu? Onların daşıdıqları mənhəzə, dinə görə. Şeyx İbn Hüseymin vəfat eləyəndə təkfirçilər dedilər ki, cəhənnəmə yaxşı yol. Öz sağlığında deyirdilər ki, hey zalimidir. Alçatmaq üçün, gözdən salmaq üçün insanların, avamların. Şeyx Fovzana saray alimi, Şeyx Əlbaniyə, Murciyə, Cəhmi, Şeyx Muhammed Əmən Əl-Camiyə, işverən, amil deyirdilər. Osman Xamis necə ki deyir, o Osman Xamis rafizləri rədd eləyən, onun bir çıxışı var, deyir ki, Şeyx Muhammed Əmən Əl-Cami arasında o işverən idi, hakimiyyətə işverən idi. Və digərləri və bu əsrdə Şeyx Rabigilə, onun yanında olan digər alimlərə, Qulətü Təcrih və başqa qövüm onlara Murciyə nə üçün deyir? Çünki həmən kəslərin bidətlərini aləmə ifşa eləyiblər. Özləri nəsiyyət elədilər, nəsiyyətdən dönmədilər, nəsiyyət qəbul eləyib öz xatalarına dönmədilər, çəkindirildilər və onların bütün bidətləri hamısı açılıb sandıq pambığın töküldüyü kimi bircə hamıya bəyan olundu. Hələbisi, ondan qabaq Mə'ribisi, ondan qabaq Ərədan Aruzru, ondan qabaq digərləri, Seyyid Qutub, Mavdudi və qeyriləri və qeyriləri və qeyriləri, Salman, Səfər və qeyriləri. Hamısı bütün növ bidətçiləri Şeyx Rabi ifşa eləyib. Bəli, Şeyx Rabinin bu əsrdə xüsusən bidət əhli mövzusunda gördüyü işi heç kim görməyib. Nə İbn Baz, nə Albani, nə İbn Hüseymin, nə Fovzan, nə Mufti, nə Şeyx Abbad, qeyrilə heç biri görməyib. Allah Teala öz dinini hər zamanda, hər məkanda müəyyən insanların əli ilə qoruyur. Və hərəsini də Allah Teala hər hansı bir mövzuda özü üçün qul eləyir, işlədir ən çox. İmam Əhməd, tələbəsi İmam Buxari, tələbəsi İmam Muslim, hədis əhlində Tirmizidən, Əbu Davuddan, Nəsaidən, İbn Məcədən öndə olanlar idilər. Bunlardan sonra Nəsai, İbn Məcə və Əbu Davud və o birisi digərlərindən öndə idilər. Və yəni bunlar hamısı Allah Taala'nın yəni yer üzündə gördüyü işlərdir qulların arasında.
Və o demək deyil ki, hər hansı bir alimi tərifləmək, digərini aşağı tutmaq deməkdir. Biz deyəndə ki, Şeyx Albani hədis elmində gördüyü işi başqası görməyib, o demək deyil ki, biz Şeyx İbn Hüseymə təyin edirik. Biz deyəndə ki, Şeyx İbn Hüseymin usulda və fiqhdə gördüyü işi Albani görməyib, o demək deyil ki, biz Albaniyə təyin edirik. Biz deyəndə ki, İmam Buxari hədisdə İmam-ül Muhəddisin idi, o demək deyil ki, biz İmam Müslimə və qeyrilərinə təyin edirik. Biz deyəndə ki, Əbu Bakır ümmətin ən əfsəlidir Peyğəmbərdən sonra sallallahu aleyhi və səlləm, o demək deyil ki, Ömərə təyin edirik. Biz deyəndə ki, Şeyx Rabi bidətçiləri bu əsrdə ən çox ortaya qoyub ifşa eləyib, onları rədd edən oldu, o demək deyil ki, biz Şeyx Fozana və ya Şeyx Abbada təyin edirik. Bunu ancaq xəstə qəlbli birisi başa düşə bilər bu zürnə. Biz bunların hamısını sevirik. Şeyx Abbad bu əsrdə sünnə imamıdır Şeyx Abbad. Şeyx Əhməd Nəzmi və digərləri hamısı dindən olan qardaşlardır. Və bəzi nəqillərə də diqqət yetirmək olardı ki, həmçinin sələflər müxtəlif şəhərlərdə olan sünnə və ya bidət əhli ilə insanları imtahan eləyərdilər. Çünki yanlarına gələrdi kimlərsə də elm öyrənməyə, tanımazdılar. WhatsApp yox, bir şey yox, əlaqə saxlasınlar. İmtahan eləyərdilər. Ona görə Süfyan əs-Səvri rəhməhullah deyir ki, Mosul əhlini müafə ilə imtahan eləyin. Əgər kim onu xeyirlə zikr eləyərsə, onda xeyir əhlindəndir. Və həmçinin Xatib Bağdadi rahimehullah və İbn Asakir Xatib Bağdadi Tarix Bağdad kitabında və İbn Asakir Tarix Dəməşq kitabında Əsvəd ibn Səlimdən gətirir ki, İbn Mübarək rahimehullah nümunə götürüləsi bir imam idi. Nümunə tutulası bir imam idi. Kənə imamən yuqtədə bihi. Və sünnədə də insanların ən sabiti idi. Əthbətin nəs. Min əthbətin nəs fis-sünnə. İzə rəeytə rəculən yəğmiz İbn Mübarək bir şeyin fəttəhim aləl-İslam. Əgər görsən ki, kimsə İbn Mübarəkə dil uzadır, ləhkə atır, onu onun İslamını, onun müsəlmançılığını ittiham elə. Əhməd ibn Həmbəl deyir ki, kimisə görsən ki, Həmməd ibn Sələməyə dil uzadır, fəttəhimhə aləl-İslam fə innəhu kənə şədidən aləl-mübtədiət. Çünki Həmməd ibn Sələmə mübtədilərə, bidətçilərə qarşı şədid idi, şiddətli idi, sərt idi bidətçilərə qarşı. Aman vermirdi onlara. Bidətçilərə qarşı şiddətli olmaq tərifdir. Bidətçilərə qarşı şiddətli olmaqğulat və təcrih deyil. Bu qövmün şərdini Allaha sığındırır bunu. Və Tarix Dəməşq kitabında həmçinin gəlir Əbu Cəfər Abdullah ibn Muhammed əl-Cəfi deyir ki, Muhammed ibn İsmail imam. Fəmən ləm yec'alhu imamən fəttəhimhu. Muhammed ibn İsmail imamdır. Kim əgər onu imam saymazsa onu ittiham elə. Və İbn Əbi Hatim Əl-Cərh və Tə'dil kitabında və Əbu Nuaym Hilyə kitabında və İbn Asakir Tarix Dəməşq kitabında səhih sənədlə Abdurrahman ibn Məhdidən gətirir ki, dedi ki, Əvza'i vəl-Fəzari sünnə imamları idi. Sünnə imamlarıdır. Əgər şamlı bir insanı Əvzaiyə və Fəzariyə yaxşı zikr eləyən görsən, onda fətməin iləyhi. Onun barəsində əmin ol. Kimsə görsən ki, İmam Əvzaiyə və İmam Fəzariyə yaxşı zikr eləyir onları, arxayan ol kəsdən. Kən həulə əimmə fis-sünnə. Çünki bu insanlar İmam Əvzaiyə və birisi sünnə imamlarıdır. Sünnə imamlarıdır. Və həmçinin deyiblər ki, Abdurrahman ibn Məhdi deyir ki, bunu Asakir gətirib, İzə rəeytəl-İraqi yəzkur Məlik ibn Məğul və Süfyan əl-Thəvri və Zaid ibn Qudamə və Əbə əl-Əhvas fətməinnə iləyhi. Əgər bir İraqlı insanı görsən ki, Məlik ibn Məğul və Süfyan əl-Thəvri və Zaidəni və Əbə əl-Əhvası yaxşı zikr eləyir, ondan arxayan ol. Və bir Bəsrəli bir insanı görsən ki, Əyyubu, Yunusu, İbn Avnu və Süleyman ət-Teymini yaxşı zikr eləyir, ondan arxayan ol. Və Şamlı bir insanı görsən ki, Əvzayini yaxşı zikr eləyir, tərifləyir və Abdurrahman ibn Yazid, İbn Cəbiri və Səid ibn Abdüləziz fətməinnə iləyhi. Və bütün bunlar hamısı nə idi? Yəni, sələflərin həyatlarından, sözlərindən götürülmüş imtihandır. Yəni, bu bir-iki dənə nəql deyil ki, deyək ki, bu sələflərdən gələn bir-iki dənə sözün üzərində usul tikilməz və onlar qayda kimi götürülməz. Bu sələflərdən, yəni,
çoxsaylı olan gələn nədir? Və xüsusən sələflərin böyüklərindən, İmam Əhməddən, Abdullah ibn Mübarəkdən və qeyrilərindən gələn sözlərdir. Artıq bu qayda olur. Əhlüsünnənin qaydası olur. Sələflərin çoxsundan və böyüklərindən gəlirsə. Və həmçinin nəinki təkcə imamların özlərinə və həmçinin də imamların tələbələri barəsində pis danışmaq, bu da bidət əhlinin əlamətlərindəndir. Nəinki imamlar barəsində, həmçinin imamların tələbələri barəsində pis danışmaq bidət əhlinin əlamətlərindəndir. Ona görə də İbn Abdülhədi deyir ki, İmam Əhmədin əshabı barəsində pis danışanlar bidət əhlindəndir. İmam Əhmədin əshabı barəsində pis danışanlar bidət əhlindəndir. Çünki hamı bilir ki, deyir, İmam Əhmədin əshabı sünni üzərində olanlardır, ibadət əhlidir, zuhd əhlidir, vara əhlidir və s. tərifləyir. Və hətta yəni, çünki deyir, onlar İmam Əhmədin əshabı barəsində pis danışmaqla İmam Əhmədə yol axtarırlar. Onun barəsində pis danışmağa yol axtarırlar. Və Şeyx Allamə Hamud Ət-Tuveycir deyir ki, Ət-ta'nu fil-əlbəni, ta'nu fis-sünnə. Əlbəniyə tən eləmək, sünnəyə tən eləməkdir. Və İmam Abdüləziz ibn Bəz deyir ki, Şeyxülislam bu əsrdə Əl-ədəu lid-dəvlət-i-Səudiyyə ədəun lid-təvhid. Səudiyyə dövlətinə düşmənçilik eləmək, təvhidə düşmənçilik eləməkdir. Səudiyyə dövlətinə düşmənçilik eləmək, çünki bu dövlət, elhamdülillah, təvhid və sünnə üzərində bina olunmuş bir dövlətdir. Və İmam Muhammed Nasrəddin Əl-Əlbani rahimehullah deyir ki, "Əl-haddu an hədeyni şeyxeyn, Əş-Şeyx Rabi'in və Şeyx Muqbil əd-da'iyin ilə kitab və sünnə və ma kana alayhi salafus salih və muharabatu'l-ladina yukhalifun hadal manhaj sahih huwa kama la yakhfa ala'l-cami' inma yasduru an ahad ar-raculayn." Əlbani deyir ki, rahimehullah, İmam Əlbani bu iki insan barəsində, bu iki şeyx barəsində, Şeyx Rabi və Şeyx Muqbil barəsində kitaba və sünnəyə dəvət eləyən, sələfin mənhəzinə dəvət eləyən və bu mənhəcə, bu səhih mənhəcə müharibə eləyənlərdən çəkindirənlər, bunlar barəsində pis danışmaq əl-haddu alə hədin şeyxin, bunlar barəsində pis danışanlar, bunların mənzilini aşağı tutanlar heç kəsə deyir, qaranlıq deyil ki, iki insandan birindən baş verir. İmmə cahil əv sahibi hava. Ya immə min cahil əv sahibi hava. Ya cahil insandan, ya da hava sahibindən. İnnə hamilə rayətil cərhə və tə'dil əl-yevmə fil-asril hadir və bihaqqin huvə əxunə doktor Rabi'. Həqiqətəndir, bu gün, bu əsrdə haqqı ilə cərh və tədil bayrağını daşıyan qardaşımız doktor, professor Rabi'dir. وَالَّذِينَ يَرُدُّونَ عَلَيْهِ لَا يَرُدُّونَ عَلَيْهِ بِعِلْمٍ أَبَدًا وَالْعِلْمُ مَعَهِ. Ona rəddiyə verənlər heç vaxt əbədi olaraq ona nə? Elmlə rəddiyə verə bilməzlər. Elm onundandır. Və bütün bunlar hamısı ayət, hədis və sələflərin və sonradan gələnlərin, əhlüsünnə imamlarının sözləri hamısı göstərir ki, əhlüsünnə alimlərini sevmək imandandır. Əhlüsünnə alimlərini sevmək xeyrin əlamətlərindəndir. Əhlüsünnə alimlərini sevmək, müdafiə eləmək insanın sünnə üzərində, xeyr üzərində olmağını göstərən amillərdəndir və əksi isə əhlüsünnə alimlərinə buğz eləmək, onların şanını aşağı tutmaq bidət əhlinin əlamətlərindəndir və bundan Allaha sığınırıq. Allah Taala'dan istəyir ki, bizi haqq üzərində daim saxlasın, bizi alimlərdən bir səhv eləsin və bizi alimlərin zümrəsində həşr eləsin qiyamət günü və Peyğəmbər sallallahu hovuzundan su içən qullarına eləsin. Hansı ki, oradan biləsizlər su içməyəcəklər və subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfirullah və etûbü ileyh.